Hər vaxtınız xeyir olsun. Ekran qarşısında bizi səbirsizliklə gözləyən tamaşaçılarımız. Xoş gördük hər birinizi. Yenə də şənbə günü sizinlə birlikdəyik. Bugün də sizə özəl qonaqlarımız var. Belə deyək, estradamızın, sənət camiasının möhtəşəm səsi, möhtəşəm ifaçısı Niyan bəy Səlami. Can, çox sağ olun, təşəkkür edirəm, var olasınız. Gəlmişik, sevə-sevə gəlmişik. Mən sizə uğurlar arzu edirəm. Azərbaycan kanalında, Azərbaycan məkanında harda olursan ol, özünüzə uyğun, özünüzə məxsus Azərbaycanlıları sevindirin. İstər bizlə olsun, istər Sami ilə olsun, istər hansı bir həkimlə olsun, kimlənsə olsunsa maraqlı efiriz olsun, maraqlı günləriniz keçsin inşallah, inşallah. Çox sağ olun, təşəkkür edirəm. Siz məndən öncə artıq Saminin adını çəkdiniz. Samini də bir ayrı özəl təqdim eləmək istəyirəm. Məncə kanon ifaçısı deməzdim ona, bir sənətkar deyərdim. Çünki kanon elə bir alətdir ki, simlərdəndir. İnsanın ürəyindən vurur da, belə deyək. Sarı simləri tərpədir. Sarı simləri tərpədir, bəli. Türkiyədə də, Azərbaycanda da çox sevilir. Çox sağ olun, təşəkkür edirik. Türkiyədən bura əzət çəkib gəlmişsiniz və bilirik ki, siz Niyan bəyin komandasındasınız, onunla birlikdəsiniz və sizlərə Sami Cicilini təqdim eləmək istəyirəm. Buyurun, sizə istəyirəm. Çok teşekkür ederim. Güzel programımızda hayırlı uğurlu olsun diyorum size. Davetinize göre gerçekten teşekkürler. Çok sağ olun. Biz təşəkkür edirik, siz çox sağ olun. Və burada bugün bizim gözəl bir aşbazımız var. Belə deyək, Bay Niyan Səlami restoranının Əhməd Rəcəblidə yerləşən baş aşbazı buradadır. Muxtar bəy, xoş gəlmisiniz. Bizə xoş gördük. Mən də Bay Niyan Səlami restoranının baş aşbazı olaraq hər birinizi salamlayıram. Və bugün Təşəkkür bizim edirəm. üçün nə bişirəcəksiniz? Bizə çox Bugün maraqlıdır. sizin üçün Bay Niyan restoranının ən möhtəşəm yeməklərindən çoxunu deyərdim, amma efir vaxtımız az olduğuna görə çalışacağıq bir maça, quzu maçası, toyuğumuz var, induşka ətimiz var. Hansı uyğun olacaqsa onu bişirəcək. Əla. Ən dadlısı olacaq. Və Fantastik. orada olan məhsullar çox maraqlıdır. Şabalıd, Əlbəttə, üzüm var, Vişnə. alma var, feyxua var, limon var. həm meyvə var, Ol- həm çərəzlər Əlbəttə. var. Yeməyimizin adı nədir? Bu qaymağın içində pişən maça olacaq. Nə gözəl. Çox dadlı bir yeməkdir. Düzdür, bir-iki əlavələrimiz var. Döyməsə qəşəng bir şey olacaq. İnşallah gözəl olacaqdır. İnşallah. Deməli, bunu yemək üçün mütləq o restorana gəlmək lazımdır da. Ümumiyyətcə sizə deyim ki, yemək böyük bir professiyadır. Əlbəttə. Yemək hazırlamaq, qidanı, məhsul almaq, məhsulu tanımaq, bu böyük bir, yəni sizə deyim, elmdir. Mən çox sevinirəm ki, bu elmdən xəbərim var. Kinoda deyir, otların dilim biləsən, daşların biləsən. Quşların. Mən nə yaxşı ki, rayonda böyümüşəm. Çox sevinirəm, rayon adamıyam. Rayon, necə deyərlər, kənd, köy, rayon tarzını sevən insanam. Xalçanı, palazı, kilimi sevən insanam. Misal üçün, o samavarı sevən insanam. 5 dəqiqə qaynayan suyu xoşlayan adam deyiləm. Biraz çox çəksin. Nə yaxşı. Samavar olsun. Doğrudan. Kənd həyatı da, belə Doğrudan. deyək. Mən bunu- Kömürün dadı gəlsin. Kənd Mən həyatı. bunu xoşlayıram, əzizlərim. Yəni, mən haralıyam? Azərbaycanlıyam. Azərbaycanın hansı zonasındansa, cənub zonasından bitdi. Mən heç vaxt ayırmıram. Amma mənə deyəndə, misal üçün, Niyan bəy, hansı zonada istəyirəm? Talış. Deyir ki, hansı zona? Cənub deyirəm, bəli. Deyirəm, Masallı, Ərkivan. Orada deyir, talışlar yaşamır ki, deyirəm, elə söz danışmayın da, ayırmayın bizi. Biz heç vaxtı ayırmamışıq, yəni talış nədir, Azərbaycanlıyıq ləzgi hamı. nədir, Azərbaycanlıyıq. ayırmamışıq Bəli. yəni. Ona görə də mən fəxr edirəm ki, vallahi deyirəm ki, mən Həm şəxsən Azərbaycanlıyam, həm talışam. Fərq edirəm. ikisini. Bu Çünki- torpağın insanıyam. Bir kəlmə ilə Bəli, belə bəli. demək. Bu torpağın insanıyam. Bu torpağa kim hörmət eləyər, eləməz, özü Bəli. bilər. Mənim deyə, bizim də, mənim deyək, bu torpağa hörmətim nədən? Sənətimdən başlayır. Sənəti necə göstərməliyəm? Məsələn, mən müğənniyəm, müğənni olaraq səsimə kimsə qulaq asırsa, dinləyirsə, məkanı, o boyda məkan kürəyimizdə daşıyıram, məsuliyyətini. Mən məsuliyyətim oldu.
Samiyə telefon açdım İstanbuldan. Yeni getmişdi Azərbaycandan. Dedim səndən bir xahişim var. Mənə sən qardaş kimi lazımsan, sənətkarsan. Onu mən sənətkar olduğuma dəyər verirəm hər şey. Amma sən mənə bir qardaş kimi lazımsan. Ki bir yerdə o əziyyəti, o zəhməti çəkək. Necə deyirlər, sütü qaynadaq, qaymağını da özümüz yeyək. Nə yaxşı anlaya bildi. Çünki bilirsiniz bu dövr elə bir çətin devirdi ki, hər şey pulla, yəni hər şey Maddiyyata bağlanıb. yəni ona bağlanıb. Bəli. Tərpənə bilmirsən. Yəni hər bir şey, yaxşılığı da, pisliyi də, ailə də dağılmağa, sökülməyə, hər şey maddiyyətə dirənib. Ona görə də mən o sərhədi elə bir keçdim. Şükür ki, Sami ilə aramızda maddiyyət dostluğumuz yoxdur. Şükür. Yəni adicə dostlar. mən həmişə onu dostluq, səhnədə də bəli. belə də dəvət eləyəndə niyə də deməyim, sənətkardır bu adam. Çünki klassik qanun çalmır. Yəni qanunu belə çalmaq hər adam da nəsib olmur. Bizdə adını istəmirəm çəkim, qanun ifaçıları var amma klassik çalarlar. Amma Sami bir ürəkdir. Sami həm xarici ürəyin musiqi qaçır. çalır, həm Mən Azərbaycan. dəfələrlə gəlirəm belə yaxından baxıram, o gün də baxıram. Nə edirsən Deyirəm, sən? ay- Nə edirsən sən? Deyirəm, ay Allah, bunu gör insan necə fikirləşib də, sən necə bunu fikirləşə bilərsən? Bu qədər orada, nə bilim, düymələr, nələr, baxıram, deyirəm, oradan da bura sənət və sənətkar lazımdır. Bir də Ona ürək. görə də, Bir də ürək. hə, o heç də, o. Bu aleti üretmişler, yapmışlar ki gör nasıl bir beyinle yapmış adamlar. Yani bunu da keşfetmek gerekiyor. O da benim işim oldu. Ben de bunu keşfettim Allah'ın izniyle. Daha da öğreneceğimiz çok şeyler var tabii ki. Hərdən Sonsuzdur bizim. ifa eləndə baxıram, belə adi bir toxunuşlardır da, adi bir toxunuşdur. Mən Samiyə çox Amma- vaxtı deyirəm, üzr istəyirəm. Deyirəm, Sami, sənin işin bizdən də çətindir. Biri var, ağzı açıb, Nəsə deyirsən? boğazla, nəsə, mətinlə, sözlə, mahnı ilə başa salırsan ürəyin Jestlərlə. istirabını, əzabını. Amma sən necə onu eləyirsən burada? Yəni o xırdalığı, o Tahtaya yansıtıyoruz. yəni o çox çətindir. Öz sevgini taxtadan çıxartmaq, o simlərdən o çox çətindir. Tək o deyil, klarnet olsun. O da elədir. Skripka olsun, kaman olsun, kamançı olsun adicə. Allah Habil Əliyevi dəfə Rəhmət eləsin. qəni rəhmət eləsin Amin, sənətkarı. amin. Onu çalanda niyə ifa eləyəndə adam yatırdı. Deyirdilər ki, yatırdı elə bir ki, kamanda necə yatmasın? Necə o elə bir xırdalıqlar eləyirdi ki, musiqisində. Adamı götürürdü, apardı. O da Samiyə qismət olub. Nə yaxşı ki, Bəli. iyi ki varsın. İyi ki yanımdasın. İyi ki varsın. Bu qədər gözəl danışdıq. Dediniz ki, mənəvi dostum, qardaşım. Elə bu yerdə istəyirəm sizdən dostum mahnısını eşidək. Siz də yaxşı yerlərdən vurursunuz. Çünki oxumamışdan əvvəl, qabaq öncə danışım ki, kimsə dostluğu nə iləsə, maddiyyətlə nə iləsə ölçür. Elə deyil, o bədbəxt adamdır, çox kasıb adamdır, geri zəkalı adamdır. Ona görə də dost seçəndə Diqqətli olmaq ilk lazımdır. diqqətli olmaq lazımdır. Nəyəsə görə seçməməlisən. Deyir, dostumu göstər deyirsən Dostu dərd ordağına görə seçəndə, bəli, yaxşı başlayır hər şey. Dost olanda bizim kimi olun. Kasıbçılığın hər şeyini qədrini bilin. Həmənnasız. Bəli, bəli. Həmənnasız Dostum, əsl dostum mənim. Eşidirik sizi. Bir dostum var candan
günlerimde gitti. Bir dostum var biraz pul gördü itti. Bir dostum var şan şöhretle değişti. Öz nefsiyle öz özünü bitirdi. Dostum dostum biz seninle neler gördük neler gördük. Dostum dostum biz seninle dertler gördük hem gördük. Dostum dostum biz seninle neler gördük neler gördük. Dostum dostum biz seninle dertler gördük hem gördük. Təşəkkür edirik. Çox Çox sağ sağ olun. olun. Mən Maqaya təşəkkür edirəm. Cavan uşaq var, gənc müğənnidir, Maqa balım oxuyan. Həm də mən yerli pərəstəm, sizə açıq deyim. Mən Cənub adı çəkiləndə əriyirəm. Çünki orada anadan olmuşam da. İnsan elədir. Harda, hansı zonada doğulursan ki, bir qaşıq insana əziz olur. Yəni bunu gəlin Əlbəttə ki. yalan danışmayaq. Ona görə də mənə deyəndə mən də çox duet oxuyanlar, müğənnilər sırasına düşmüşəm. Nəyə görə? Çoxları deyir ki, nə qədər oxuyursan duet, amma onlar fikirləşmir ki, mən yox deyə bilmirəm. Əlbəttə ki. Misal üçün deyək. Hamı sənət dostları. Misal, sənət dostum, Sami mənə deyir ki, misal üçün. Yəni bəy, bir mahnı var misal üçün. Bu gözəl alınarmı bir yerdə oxu. Baxıram ki, hitti soyadı bildik, qoyun bir tərəfə. Əsas gözəl, iş yaxşı alınarmı? Yaxşı tərəfinə baxıram, görürəm alınar. Çoxları deyir ki, niyə öz ruzubu filan kəslə böldün? Mənə deyirlər. Niyə duet oxuyursan? Misal üçün 12 müğənniyə yaxın mən duet oxumuşam. Heç birində toy üçün oxumamışam. Heç birində oxumamışam ki, gəl bunu oxuyaq toya gedib. Ümumiyyətcə bu sözü işlədim. Röya xanımla oxumuşam Ay Ürək. Yaşar Cəlilovla oxumuşam Dostum. Hamısı da hit Nurlan mahnılar. Təhməzi ilə oxumuşam duet. Aynur Dadaşova ilə, Mətanət İskəndərli ilə, Mətanət Əsədova ilə oxumuşam. Fidan Süleymanova ilə, Səidə Sultan. Səidə Sultanla, maşallah, elə yadımdan çıxıb, inanırsınız. İndi oxuyacağam inşallah. Gözəl mahnımız çıxır bir 4-5 günə. Vidadi Bərdəlinin qızını mən çox istəyirəm, Allah rəhmət eləsin. Qəni Vidadi bəy. Həm qonşumdur, Aytac. Dostum mahnısı var idi, Fərid Kərimi vermişdi. Bir də gördüm ki, mənə zəng eləyib, Aytac. Evdəsən hə, qonşumdur. Bir də görürəm qazandan bizə gəlir. Yemək zat bişirib nə qəşəng şirin zat bizə. Ölmüşəm gülməkdən. Ay can deyirəm nə edirsən? Deyir nəsə, nə bir ürəyim qızdı gətirdim. Mən də zarafata qayıtdım ki, bu qazanın başında nəsə var. Aha. Hə, biraz güldü, zarafat elədi. Dedim məndə bir mahnı var. Fərid Kərimidən götürmüşəm. Gəl. Qulaq as düzünə gözəl, nə qəşəng. Dedim adı Dostumdur. Yenə də Dostum mahnısı. Aha. Gəl bölüşək. Bax gördünüz mən belə bölüşən adamam. Bir də sevgi paylaşdıqca çoxalır, böyüyür. Ona görə Sevgini Aycan, biz sevgi sözünü səhv salmışıq əsrlərdir. Bu 50 ilin, 70 ilin, 100 ilin söhbəti deyil ömrüm. Mən bunu çözdüm. Mən bunu çözdüm. Mən üçün sevgi hər bir şeyin başında Allah olmalı. bəli. Bütünlüklə sevgini Allahdan başlayanda, bəli, ürək, mən misal üçün neçə ildir səhv danışmışam, demişəm ki, düzdür, hər şeyi beyin siqnal verir. Elə bilmişəm ki, ürək ancaq qan istehsal edir. Yox, demək qanında, ürəyində yaddaşı var imiş. Həyatda ölüm varsa, hər gün fikirləşirəm onu. Çalışdığım qədər kimsə xətrimə dəyməsin, kiminsə ürəyinə dəyməyim. Bir ürəyə dəymək, xətrə dəymək doğrudan da Kəbədən də artıqdır. Ona görə də bəli, gedib gəlmək günah olan bir şey bəli, yoxdur. bəli. Onda reklamlara ayrılaq, daha sonra yenidən buradayıq maraqlı söhbətlərimizlə.
MTV Azərbaycanın efirində reklam dəqiqələri bitdi və biz yenidən studiyadayıq. Mən istəyirəm ki, məxməri səsi ilə, ürəklərin sarı siminə toxunan repertuarı ilə Niyam Salami ki burdadır. Biz onun və Sami qardaşımızın ifasında bir canlı musiqi alaq. Məxməri əli ilə. Saminin Toxunuşlarla. qəlbi kanon çalanda barmaqlarının ucunda döyünür. Bunu birazdan Kanon sözün çalanda şahid bir başqa olur. olacaqsınız. Kanon çalmadı, vapşe bir başqa olur. Senden bir hatıra bana bu şarkı. Bir gün gitsen bile hatıran yeter. Unutmak mümkün mü böyle bir aşkı? Bir gün gitsen bile hatıran yeter. Hatıran yeter. Hatıran yeter. Senden bir hatıra bana bu şarkı. Bir gün gitsen bile hatıran yeter. Unutmak mümkün mü böyle bir aşkı? Bir gün gitsen bile hatıran yeter. Hatıran yeter. Hatıran yeter. Bir yanda yaşanan o güzel günler, bir yanda anılar, bir yanda düşler. Bizi yaşatacak neler var neler. Bir gün gitsez bile hatıraz yeter. Hatıran yeter. Hatıran yeter. Bir gün gitsen bile hatıran yeter. Hatıran yeter. Allah, Allah. Bilinmez neleri getirir zaman. Bilinmez neleri götürür zaman. Aşka bir hatıra maziden kalan. Bir gün gitsen bile hatıran yeter. Hatıran yeter. Hatıran yeter. Yanda anılar, bir yanda düşler. Seni yaşatacak neler var neler. Bizi yaşatacak
sağ olun, çox sağ olun, çox sağ olun. Çox sağ olsun Sami. Mən necə bax bu daha. Bax bir dənə barmağını atır. Bir dənə atır. Ha, baba bir dənə at. Oha. Oha, o səs Notda belə, o qəribə bir hissdir də kanundur, bu. uddu, adam səsi tardı. Bunlar elə bilirəm, ifa olunanda elə bilirəm adam danışır. Mən o elə hiss İçindəki eləyirəm. insan danışır. Mən heç elədir. vaxt 2 nəfər səhnədə oluruq bəzən. Bəzən olur ki, misal üçün Səbuhi ilə pianoçu Səbuhi ilə Sami. Bir də görsən 2 nəfər siz olmusunuz bizdə. Olmuşam. Böyük bir Elə ansambl. bir ki, orkestr var. Ay can. Belə bir şey deyil də. Mənə gəlir ki, bax siz səsinizlə ifa. Çünki ifa eləyəndə mütləq sizin o gözləriniz qapananda. Əlbəttə ki. Elə o ilahidən gələn bir şeydir də. Yəni o necə ki bir yemək bişirəndə o bir adətlər olur da, bir hərəkətlə, bir jestlə özünü ifadə edirsə, siz də musiqiyə ifaya başlayanda siz öz aləminizə gedirsiniz. Yəni bu hamımız görürük. Burada mən müdaxilə etmək Buyurun. istəyirəm. Teta dalğaları var. Beynin bilirsiniz 5 dalğası var. Onun biri teta dalğasıdır. Hansı ki meditasiya zamanı və namazda məhz Allahla ünsiyyət zamanı həmin o beyin teta dalğasında olur. İnsan gözünü nə zaman yumur? Özünü dinləyəndə, özünü daha yaxşı başa düşmək, eşitmək, görmək istəyəndə gözünü yumur. Gözünü yumanda bizim üçüncü gözümüz var. Bəsrət gözü. Daxilimizə Efibəz göz. daxilimizi görməyimizə o Bəli. kömək edir. Çünki bu iki göz yalnız bayır dünyanı görmək üçündür. Sən fikir verirsən O ki, səni idarə edən. bəli. Fikir verirsiniz ki, insan ləzzətli bir şey yeyəndə də gözünü yumub onun dadını almaq istəyir. Musiqidə də yaxşı eşitmək üçün qulağı tutub, gözü tutub onu yaxşı duya bilirsən. Həmin beyindəki teta dalğasını artıq orada aktivləşdirirsən. Yaxşı vurğulayırsınız. Bir də mən bir şey deyim. Ümumiyyətlə bu həyatda, yaradılışda hər şey titrəşimdir. Siz bayaq böyük bir enerjidən danışdınız. Məhz canlı, cansız, yaradanın, yaradılanın hər bir şey enerjidən ibarətdir. Bizim bədənimizin də titrəşimləri var. Aura bədənimizin titrəşimi var. Həmin bu istifadə etdiyimiz cihazlar, oxuduğumuz nəğmələr, musiqi alətlərinin səsi, mətbəxdəki bişən yeməyin cızıltısı, hər bir şey səs titrəşimidir. Mətbəxdəki o cızıltıya. Bəli, gedib ona baxmaq lazımdır. Ona görə bizim Necəsiz? bədənimizlə titrəşimlər uyğun gələndə o zaman hər şey ruhumuza yaxın Aycan, olur. Aycan. Sizi də bura dəvət eləmək Gəlin, istəyirik. buyurun gəlin. Yer git. Deyirəm necədir? Yaxşı Baş qarışıb yeməyə. Elə bil ki, Muxtar Bayniyam Salami restorandan gəlib də, hə? Mən işte belə yemirəm axı. Bilirəm. Dinləyəmən yazım. Bilirəm. Çünki siz özünüz Ya. Gördünüz. İşə gəlirəm. Bir dənə sarfet ver mənə. İşə gəlirəm. Üzr istəyirəm. Gör necə oğulam mən. Gələn kimi idmana gedirəm məşqə. Gəlirəm. İşçilər üçün yemək nə bişirmisiniz? Versən Allah. Deyirlər misal üçün. Düyünə yandı. Ona mənə verin yeyeyim. gözəl. Mən efirə görə danışmıram ha. Mən onları özümdən ayıra bilmərəm. Əgər sən ona, necə sən onu məndən ayırırsan, özündən ayırırsan, necə elə belə yemək elə belə yemək yoxdur ömrüm. Mən heç vaxt ayırmıram. Mən onu bu şeyə bağlayıram ki, insan sadəliklə, kiçik bir şeylərdən xoşbəxt ola bilirsə, deməli o Allahla bağlı bir olan insandır. Cəhilə xanım. Tən-tənəni, kəhkəşanı sevməmək demək. Buyurun. Mənə deyirlər ki, sizə də deyirlər, həyatda xoşbəxt olmusunuzmu? Bəzən insana bir də görsən, fikirləşir. Xoşbəxt olmuşam. Biz yox, mən xoşbəxt deyiləm, mənimlə də danışır. Deyirəm, nüjeli bu xoşbəxt olmayıb da, yəni kimisə sevindirməyib. Kiməsə Çox gözəl söz dediniz. Əlbəttə ki. Çox böyük söz dediniz. Necə xoşbəxt olmayıb, kimisə sevindirməyib. Sən necə yəni xoşbəxt olmamışam? Körpün olanda necə sevinməmisən sən? Bəli. Nəni olanda sən necə sevinməmisən?
Toyun olanda, gül adı cahtanda, gəlin paltarı giyinəndə, necə xoşbəxt olma. Xoşbəxtlik nə deməkdir? Elə sən anada olanda xoşbəxt gəzməlisən, elə hamama girəndə də xoşbəxt olmur axı, mümkün deyil. Ona görə də mən xoşbəxtəm. Biz sizlə nə xoşbəxt olacağıq? Yeməklə, ya mahnıyla? Yox, yar mahnısı. Gəl, Musiqi ilə. Hay hay olan can olan kim sevmegen yar yar. Bir gül edim küskün gel kul tükmegen yar yar. Hay hay olan can olan kim sevmegen yar yar. Bir gül edim küskün gel kul tükmegen yar yar. Kalmadı gel kulbum gel min yüzlerin kara kız. Gam kalmadı dünyada min kormagen yar yar. Kalmadı gel kulbum gel min yüzlerin kara kız. Gam kalmadı dünyada min kormagen yar yar. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Olan etmen yengeler. Ürek tekşer zar zar. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Olan etmen yengeler. Ürek ağlar zar zar. Yapman anacan. Öz köksün gel küskün gel. Ota yapman anacan. Min ulamın derdine tota yapman anacan. Öz köksün gel küskün gel. Tota yapman anacan. Sevgilim gel baktıla köhne dünya küskün gel. Kaydı çıkmaz aydınlık Fata yapman anacan. Sevgilim gel baktına köhne dünya küsküge. Kaydı çıkmaz aydınlık Fata yapman anacan. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Olan etmen yengeler. Ürek ağlar zar zar. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Olan etmen yengeler. Ürek ağlar zar zar. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Olan etmen yengeler. Ürek ağlar zar zar. Yar yar etmen yar yar. Kalbim ağlar yar yar. Yengeler yürek ağlar zar zar. Nə Təşəkkürlər. gözəl. Mən istəyirəm ki, mikrofonu Muxtara vermək istəyirəm. Bu gün aşpaza çox sataşdınız ha. Hə. Mən keçim aşpaz tərəfə. Yo, O tərəfini saxlamağa. Deməyin ki, bəyəndim əsas oldu. Niyə? Muxtarı danışdır.
gün mən yeməyi belə qoyanda yeməyin adı başqadır, sabah filan kəs gələcək, belə qoyacaq, dəyişəcək. Aha. Yəni sonu olmayan bir sahədir bu. Et kimi də özümə rəqib, nə bilim, elə şeylər mən edir. Bişirirəm. Niyə müəllim bəyənirsə bəyənir, bəyənmirsə atacam qapını. Bəyənmirsə demək yaxşı deyil. Hə, Mənə elə gəlir ki, insan özünə əmin olanda rəqabətə girmir. Əlbəttə ki. mən əlbəttə özümə əminəm. Demək ki, gücünə Əminəm. gücünə Bu gün mən əminsən. formada heç geyinmirəm. Yəni ki, istəmirəm reklam, ora. Oy çox oldu Muxtar bəy, çox oldu. O bu çoxluğu yemək lazımdır. Bunu belə şey deyil, bu dopingdir. Əla. Uşaqlar deyir ki, bizim üçün də qalsın, bizim Var üçün də bir qalsın. qazan var burada, dekabrın 31-nə qədər yeyəcəksiniz. Hə, Jalə xanım, hə. Hə. Jale gözləyirəm. Mətbəxi sevirəm. Amma az yeyənəm də. Jale qurmandır. Mən yemək yeyənəm, az yeyənəm. Yəni yeməyi yəni Mən bişirməyi də sevirəm, yeməyi də sevirəm. hələ mən də. Tok peçində. Ətini ye də, sən də şabaldı niyə yeyirsən? Ətini yedim. Mənə də gəlir ki, ən dadlı yemək köz üstündə olan yemək. Mamutda. İndi Sami ürəyindən keçən Gözəl bir mənsiz. Məni yaddan çıxart, gözlərimi yum. Bir görürsən, məni görmürsən. Kanonda. Da bilmirik sən gözlərini yumarkən ifa eləyə bilərsən. Tez ifa elə ki, yeməyə bir şey qatar verəm. Məni yadıma sal.
Dam ruhun dincəlir. Misal üçün Hər şeyi unutursan, Biz bir an. Bayniyam Salami'də misal üçün biz məkanımızda Saminin öz Repertuarı var. repertuarı, öz saatı var. Royal var orada. Bax dünəndən öncə royallə başlayırıq. Əvvəl royaldə ifa eləyir Səbuhi. Bizim retro mahnılardan zaten insanlar gələ-gələ. Görürsən ki, Azərbaycanla mahnısı oxuyuram. Bir axşam taksidən bunun nəyinə xoşum gəlir? Notu bilir axı, muqamı bilir. Getdi, başlayır müşahidə Bilmirəm eləməyə. mahnını. Getir özünü. O məni coşdurur. Ona görə də yəni o təkrarçılıq maşallah bu gün 2025-də öz repertuarında işlər görür. Klipdə rol alsam gözəl olar. Yo istiyorsunuz rol alsın, pulunuzu verin, rol eləyin. Buyur, mən də pul verim, bəs bayaqdan. Zarafat edirəm sizdən. Təbii ki. Hə, Bəs yəni bayaqdan mən mənəvi dost idim, pul dostu deyildim. yo dost arada dostun pulu Ne edirsən sən? Görürsən mənim sözümü ara gözümü çıxardı. Nazırca mən də istifadə edirəm. Ha, deyirəm ağzına gələn danışma, nə edirsən? O da götürür mənim sözlərimi. Hara gedir deyir. Özdə o bir dəqiqə qəşəng idi, ağzına gələni Onu, danışırsan. o ləhcə ilə Şirin deyir. çıxır. Bizim tanınmağımız insanların əli iləndir. İnsanlar bizi tanıtdırır da yəni. Efirə kim çağır məni? İnsan. Bəli. Kimindir danışdı siz? Bəli. Ona görə də düzgün təqdimatınıza görə Bizim Allah sözü var eləsin. Bizim borcumuzdur sizləri, sizin bu gözəl musiqinizi, keyfiyyətli musiqini tamaşaçılarımıza çatdırmağa. Çünki artıq qulaqlarımız yorulub. Dediqodunu evdə eləyərlər də. Dedikodu yox, keyfiyyətsiz musiqini eşitməkdən. Hə, Gözəl musiqi eşidək də, ruhumuz İnanırsınız dincəlsin. məndə nə qədər hər janrda musiqi var. Qeyd edərdiniz, mətbuatın həqiqətən rolu çox böyükdür. Çox. Çünki mətbuat olmasa kim harda, nə işlə Bəli, məşğul bəli. olmağından asılı olmayaraq insanların ondan xəbəri olmaz. Bəli. Ona görə də Efir lazımdır, Dördüncü televiziya həkimdə. lazımdır. Ona görə də Bəs mən nə? bütün dövrü mətbuat orqanları, eləcə də televiziya və radioda çalışan bütün əməkdaşları Biz də salamlıyoruz yaxşılara Allah can sağlığı versin. Bəli. Mən də bəli. ilk öncə istəyirəm Muxtar bəyə yaxınlaşım. Ona Aha. təşəkkür edim. Çox təşəkkür edirəm sizə. Bu gözəl yeməklərə görə möhtəşəm idi. Yemək qalmayıb hamısını yedilər. Yox, heç kim yeməyib. Biz sonradan yeyəcəyik, narahat olmayın. Sizə söz vermək istəyirəm. Sizi eşitmək istəyirəm. Qarşıdan gələn yeni il münasibəti ilə Hindidən hamısını Bəli, təbrik edirik. təşəkkür. Və Təşəkkür dekabr ayının 31-i Bayniyam restoranında inşallah çox möhtəşəm konsertimiz olacaq. Möhtəşəm yeməklər. Nə gözəl. Həm möhtəşəm yeməklərimiz olacaq. Yəni orada girdiksə hər şey möhtəşəm olmalıdır. O zaman biz ailələri də dəvət eləyək. Əgər siz 31 dekabrı öz evinizdə, ailənizdə keçirmək istəmirsinizsə, nəsə bir yenilik axtarırsınızsa, buyurun gəlin Bayniyam restoranına. Mütləq şəkildə, çünki biz də orada olacağıq. İnşallah. Muxtar bəy də orada Və olacaq. əsas məsələ Muxtar bəyin dadlı yeməkləridir. Səhnədə Sami bəy olacaq, Niyan bəy olacaq. Bir Dostlarımız yerdəki, olacaq. bir dostlarımız da olacaq Bəli, hamısı. bəli, Estradamızın sayılıb seçilən müğənniləri, ifaçıları hamısı orada Ruhuma, olacaq. könlümə uyğun, yaxın olan müğənni dostlarım olacaq. Gözəl. 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 Mən mikrofonu Sami bəyə uzatmaq istəyirəm. Ondan da söz almaq istəyirəm. Təbriklər. Biz sizə təşəkkür edirik gəldiyinizə görə. Yəni 2 kəlmə sizdən söz almaq istəyirəm. Ben gerçekten çok konuşmayı beceremem. Enstrümanımla barışık bir adam olduğum için o tarafta var ama Sən də Azərbaycan dilində danışın, nə olar? Belə bir işlə ne danışım? Danışabilirim. Çox danışabilirim. Biraz danışabilirim. Bir dəfə yaxın tut danış. Yani öncelikle her şeyden önce benim canım arkadaşım yani kardeşim, abim. Can, Bana abi. gerçekten bu ülkede çok Helal büyük bir olsun destek sana. her anlamda. O benim başımın tacıdır. Hani Allah bir seni var ya. sanatımız, sahnemiz bir tarafta ama özel hayatımızda da gerçekten benim için çok değerli ve çok kıymetli bir adamdır kendisi. Onun için teşekkür ediyorum kendisine. Ben Her sana- zaman da bu böyle Sənətinə olmalı, olacak parmağı da. var, kişiliği var. Allah səni var edə. Sizler de bizleri böyle davet edip bizi buraya getirdiğinize göre de biz yine teşekkür ederim ki yani çok sağ olun. İnşallah yeni projelerinizde ne zaman ne olsa ben kendi adıma ve Nihan Bey de zaten sağ olsun bizimle beraber. Biz de onun yanındayız. İnşallah sizin her projenizde biz lazım olursak sizin yanınızda oluruz. Mən təşəkkür edirəm. Və bir şey demək istəyirəm ki, Sami bəy, ümumiyyətlə Türkiyədə siz çalışdınız. Evet. Bilirəm ki, musiqi sahəsində
əmək vermisiniz, bir xeyli əmək vermisiniz. Bəs Azərbaycanda necədir? Yəni sizi Azərbaycana bağlayan, düzdür, çəkib gətirən Niyam Salami'dir, amma bura bağlayan nə oldu? Yani ben Türkiye'de çeşitli sanatçılarla, ünlü sanatçılarımızla konserler olsun, Avrupa konserleri olsun. Müslüm Gürses rahmetli abimizdi yani babamız. Onunla da çok ülkeler gezdik, Türkiye'de de çalıştım. Fakat yani nedense ben nereye gitsem, hangi ülkeye gitsem, nerede yaşasam, Türkiye'de, İstanbul'da yaşıyorum. Benim dönüp dolaşıyorum Azerbaycan'a geliyorum. Yani bu nasıl bir çekim gücüdür? Bilmiyorum ama yani böyle bir şey var. Ben de bundan gayet mutluyum, memnunum yani. Çok memnunum. Yo, hem de gelin dam. Yani bir de yani Türkiye'den bir yat bir yer gelmiyor bana burası. Hayır, Yani ben de onu diyeceğim. yolda trafiğe çıktığım zaman bütün yazılarımız aynı. Konuşmamız zaten birbirimizi çok güzel başa düşürük. Baxın, bizdə xırdalıqlar var. Türk musiqisi biraz fərqli, Azərbaycan musiqisi biraz daha fərqlidir də. Evet. Necə olur? Necə tuta bilirsiniz onu? Siz kanon çalanda mən elə bilirəm ki, kimsə orada mahnı oxuyur. O xırdalıqları ilə, o xırda boğazları vura-vura, cəh-cəh vura-vura kimsə mahnı oxuyur. Necə olur? Necə tutursunuz bunu? Ben onu size enstrümanımda ancak gösterebilirim. Çok kısa. Yani Tamam, böyle sözle. göster. Yenə də kanonun dili ilə. Ama Buyurun. en güzeli böyle izah Buyurun. ediyorum onu. Gel. Mesela bizim koma dediğimiz sizde cetvertler var. Sizde de bizde de. Onları sadece birbirinden ayıran misal için biz böyle kullanıyoruz. Bizim tarzımız. Şimdi sizin tarzınız. Bak bu da sizin mugamınız. Yani çok küçük zaten ayrıcılıklar var. Bu Türk, bu da siz. Nasıl? Ozanlar. Yani biz de müzisyen olduğumuz için, notları da bildiğimiz için, hissiyatlar da yakın olduğu için. Notu bilmelisin. Evet. Notu bilen adam profesiyasını bilir də yəni. Bəzən notu bilən adam ancaq qarşısına əsər qoyub çala bilir. Ayca. İçdən də bir şey olmalıdır. O sluh deyə bir şey. O sənə misal üçün deyir ki, bunu üzr istəyirəm. Misal üçün deyir ki, mən institut Azini qurtarmışam. Neft Kimya İnstitutunu qurtarmışam. O ancaq oxumuşam, savad almışam. Təcrübəm yoxdur. Sən onu oxuya-oxuya getməlisən gəmiyə, nə bilim, o boltu özün bağlamalısan, açmalısan. Təcrübə keçməlisən. Niyə mən Niyam Salami gəldim, çıxdım, fəhləlik elədim. Sən onu fəhlə sözünü bilməsəydin, sən o boyda obyekti sənə tapşırmazdılar ki, sən orada nəyəsə gör. Muğamı bilməsin. Muğamı bilməsin, yəni o şeyi bilməsin. Ona görə muğamı Bilimsel bilir, olarak denə rahat. bilmelisiniz Muğamı bilir, rahat da notlarını işləyə bilir. Budur. İstəyirsən ərəb... Ama yaratılışla da alakalı, kanunda da olması lazım. bəsnə, Yani bəsnə. doğuştan o içinden Fantaziya olmalı. Bəli, O da ayrı bir şey. mütləq yaradıcı Daxili insanlarda bu olmalı. mütləq lazımdır. Və bir də bütün dünya musiqisi muğam üzərindədir. Sadəcə rəhmətli Üzeyir Hacıbeyev demək istəyirdi ki, bütün dünyaya demək istəyirdi ki, Alman sənin də oxudun, Fransız sənin də oxudun, bu notun üstündə, muğamın üstündədir. Onlar bilmirlər hansı muğamdır. Bizə yaxın olan İran farsdır, onlar muğamdan. Bir də ki, Bir de bizim Türk müziği makamlarımız. Azərbaycandadır. Bəli, Çox elədir. sağ olun, çox sağ olun. Var olun. Gözəl açıqlama, Sizinlə birlikdə minnətdarıq. verilişimizi Çox sağ sonlandırmaq olun. istəyirik. Təşəkkür edirik. Hər kəsi gözəl məkanımıza dəvət edirik. İnşallah. Gəlsin bir də bizim şef povurla bir yerdə Muxtar bəy. yemək bişirsin, yesin. İnşallah. Buyurun. Var olun. Bugünkü verilişimizdə bu gözəl qadın geyimlərinə görə Nila Butika təşəkkürümüzü bildiririk. Bu gözəl saç və makyajıma görə də həmişəki kimi Aynurə xanım və Eliana Büyütsünün bütün kollektivinə təşəkkür edirəm. Məncə gözəlliyə dəyər.
saç düzümü və makiyaja görə mənim seçimim hər zaman Eliana Beauty Home-dur. Siz də gözəlləşmək, gözəl görünmək istəyirsinizsə, gözəlliyinizə zərif görünüş qatmaq istəyirsinizsə, buyurun Eliana Beauty Home-a gəlin. Təşəkkür edirəm Eliana Beauty Home-un bütün kollektivinə. Hər şeydən biraz verilişinin bugünkü buraxılışı üçün geyindiyim bu gözəl paltar Nila Butikdəndir. Əgər siz də ziyafət və kokteyl üçün paltarlar seçmək istəyirsinizsə, gedib Nila Butikin zərif geyimlərindən yararlana bilərsiniz. Nila Butik. Bu sizin üçündür. Baklava Butik, həmişəki kimi təşəkkür edirik sizə. Hər zaman verilişimizi şirniyyatlarla bəzədiyinizə görə. Məncə hər bir kəs gedib bu gözəl dadlı təamlardan yeyib yararlana bilər. Təşəkkür edirik Baklava Butik.